Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bu vaxtadək 900 nəfərdən çox vətəndaş xidmətlərdən yararlanıb, mərkəzdə müxtəlif həssas qruplara təlimlər keçilib. Psixoloji dəstək xidməti göstərilib. Hansı xidmətlər olub, ümumiyyətlə mərkəzin fəaliyyəti barədə daha ətraflı əməkdaşımız Fidan Mədətova bizə çatdıracaq. Hər vaxtın xeyir olsun Fidan, buyur söz səndədir. Salam, hər vaxtınız xeyir olsun. Bəli, 2021-ci ildə açılışı həyata keçirilən Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həmin vaxtdan bugünədək 900-dən çox vətəndaş həmin xidmətlərdən yararlanıb. Bəs həmin zaman kəsiyi çərçivəsində başqa hansı işlər həyata keçirilib? Elə mərkəzin direktoru Elnarə Ənsari bizlə canlı bağlantıdadır və suallarımızı o cavablandıracaq. Salam Elnarə xanım, keçirilən işlərlə bağlı sizdən detallar istəyirik. Salam. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi artıq 4 il fəaliyyət göstərir və bu bizim mərkəzdə həssas kateqoriyadan olan insanlar üçün yaradıcılıq istiqamətində həmən həssas kateqoriyadan olan insanların, onların yaradıcılıq potensialını üzə çıxartmaq və gələcəkdə inkişaf etdirməkdir. Siz düz vurğuladınız, biz artıq bu 4 il ərzində 900-dən çox benefisiara fəaliyyət istiqamətləri üzrə təlimlər təşkil etmişik. Burada 14 fəaliyyət istiqamətləri üzrə təlimlər təşkil olunur. Həssas kateqoriyadan deyənlər biz kimləri nəzərdə tuturuq? Bu şəhid ailələrin üzvləri, ailə üzvləridir. Vətən müharibəsinə əlaqədar olaraq əlilliyi olan şəxslər və onların ailə üzvləri, az təminatlı ailələrdir, valideynin himayəsindən məhrum olan uşaqlar və əksəriyyəti əlilliyi olan şəxslərdir. Bu 4 il ərzində artıq müxtəlif tədbirlər həyata keçirilir. Onların sosial adaptasiyasına yönəlmiş və bizim əsas məqsədimiz odur ki, onları cəmiyyətə yenidən qazandırmaq və müxtəlif şanslar verməkdir. 4 il ərzində biz 150-dən çox tədbir həyata keçirmişik. Burada müxtəlif konsert proqramlarıdır, master klasslardır, sərgilərdir. Biz həmçinin də həm ölkə daxili müxtəlif festivallarda, konsert proqramlarda iştirak edirik və bizim üçün bu il ən önəmlisi odur ki, Yaponiyada, Osaka şəhərində təşkil olunmuş sərgidə Expo 2025-də bizim mərkəzin həm təlimçiləri, həm benefisiarları orada iştirak etmişdir. Və bu ümumiyyətlə məncə biz yeganə idik ki, bu inklüziv komponenti biz orada göstərdik. Digər müxtəlif tədbirlərdə həyata keçirilir və ən əsası odur ki, biz bu il ərzində əlilliyi olan bizim mərkəzin, əlilliyi olan şəxslərin burada müxtəlif studiyalarda ərsəyə gələn əl işlərini satış portalı vasitəsilə həyata keçiriləcək. Bəs həmçinin bu onların bir sosial rifahına bir dəstəkdir və maliyyə əslində maliyyə dəstəyi olacaq onlar üçün. Bu məncə ən əsas bizim işimiz elə odur. Bir də bu yaxınlarda Cənab Prezident tərəfindən imzalanmış sərəncama əsasən onların vergisi cəmi 2% olacaq. Bu da onlar üçün böyük bir dəstəkdir. Və biz gələcəkdə bu kimi tədbirləri keçirmək niyyətindəyik və onların ümumiyyətlə bu cəmiyyətə qazandırmağı istiqamətində böyük işlər gələcəkdə bizi gözləyir. Təşəkkür edirik Elnarə xanım, çatdığınız detallı informasiyalara görə və bir daha vurğulamaq istəyirik ki, məhz Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, hansı ki 2021-ci ildə açılışı həyata keçirilən mərkəzdən danışırıq. Bugünə qədər həyata keçirilən işlərlə bağlı, layihələrlə bağlı detalları sizlə bölüşməyə çalışdıq. Bizdən informasiyalar bu qədər idi, söz sizdədir. Minnətdarıq Fidan, ətraflı informasiyaların üçün. Qeyd edək ki, bizimlə bir